Salam əziz müəllimlər, dəyərli MIQ və sertifikasiya namizədləri. Hər birinizi salamlayıram. Bu gün natural ədədlər dərsinə aid sırf MIQ səviyyəli sualların davamına baxırıq. Bu video izahda işlətdiyim bütün suallar sırf MIQ və sertifikasiya səviyyəli suallardır. Sual nömrə 1-dən başlayaq. 60 faktorial bərabərdir 8 üstü A vur B bərabərliyini ödəyən A-nın ən böyük qiyməti neçədir? Və AB daxildir burada n, yəni AB natural ədədlərdir. Belə bir qayda var idi. Bu qaydanı xatırlayaq. Faktorialla bağlı. Faktorialda sadə ədədin qüvvətinin tapılması qaydası. N faktorial ədədində P sadə vurğunun sayı aşağıdakı düsturla hesablanır. N böl P plus N böl P kvadrat plus N böl P kubu. Yəni məsələn, burada məsələn 60 faktorialda 7 vurğun 2 dəfə, 7 sadə vurğun 2 dəfə iştirak edir. 60-ı 7-yə bölürük. Bu eləyir. Yəni 7 8 eləyir. 8 qaldı 7-yə bölürük 1 eləyir. Həmin natamın qismətləri toplayırıq. Artıq 1-i bir dəfə 7-yə bölə bilmərik. Natamın qismətləri toplayırıq. Cavab eləyir 9. Deməli 9 dəfə 7 vurğu iştirak edir. Və belə qayda formasında 60-ı bölürük 7-yə bir dəfə plus 60-ı bölürük 7-nin kvadratı, yəni 49-a. 7-nin kubunu artıq bölə bilmərik. Bu da eləyir 9. Bu formada yəni 9 dəfə deməli 8 plus 1, yəni 9 dəfə 7 vurğu burada iştirak edib. İndi məsələni həll edək. Deyir 60 faktorial bərabərdir 8 üstü A vur B. Deməli 60 faktorial burada nəyə bərabərdir? 8 üstü A-nı 2 üstü 3A vur B kimi biz yaza bilərik. Yəni 2 üstü 3 üstü A 8-ə bərabər, 8 üstü A-ya bərabərdir. 2 üstü 3 3A vur B kimi yaza bilərik. Deməli, burada biz nəyə görə 8 bu formaya saldıq? Burada demişdik P sadə olmalıdır. Yəni bu biz mürəkkəb ədəd vasitəsilə bayaqki düsturu mürəkkəb ədədə tətbiq edə bilmərik. Yalnız sadə ədədlərə tətbiq edə bilərik. Burada da nə edirik? 60-ı bölürük 2-yə, 30 2-yə bölürük, 15 2, 7 7 2-yə, 3 2-yə 1. İndi bunları toplayaq hamısını. 15 plus 7 22, 22 plus 4 26. 3A deməli kiçikdir 26-dan. Yəni burada 2-lərin sayı 26-dır və 3A burada kiçikdir 26 yazırıq. Bunun mənası bu deməkdir. Və buradan da alınır ki, A kiçikdir. Deməli burada 30-u unutduq biz. Burada 56. 3A kiçikdir 56 edir. A da kiçikdir. Demək 18-dan 3 də 2-dən. A kiçikdir bəlkə 56 3A kiçikdir bəlkə 56-dan. A da kiçikdir bəlkə 18-dan 3 də 2-dən. Belə və buradan da maksimum A burada eləyir. A-nın maksimum qiyməti 18 edir. A burada maksimum 18 qiymətini alır. Bu formada məsələ həll olunur. Növbəti məsələyə baxaq. 120 faktorial bölü 21 üstü x ifadəsi natural ədəd olarsa x ədədi neçə fərqli natural qiymət alır? Baxın, bu tipli məsələlərə aid oxşarını demişdim. Yəni sıfırın yaranması ilə bağlı. Sıfırın yaranması üçün deməli faktorialda sıfırın sayı ilə bağlı demişdim ki 2 və 5 olmalıdır.
2 və 5 sıfır yaradır. 2'lerin sayı çoxdur. Ona görə beşlerin sayını faktorialda tapmaq kifayət edirdi. Və bu da uyğun bir misaldır. 120 170 faktorial e, böl 21 üstü x'tir. Bunu yaza bilərik. 170 faktorial böl 3 üstü x vur 7 üstü x. Bildiyimiz kimi baxın burada deməli 3'lerin sayı onsuz da çoxdur. 7'lerin sayını tapmaq kifayət edir. 170'i deməli 7'yə bölürük. 170'i 7'yə böləndə 170'i böləndə 7'yə deməli 24, 24'ü 7'yə bölündü 3. Aha bu formada. 24 plus 3 27 edir. Deməli 27 edir. Deməli 7'lerin sayı azdır və 27 edir. Deməli cavab da burada 27. 3'lerin sayı onsuz da çoxdur deyə onları da biz yazmayaq. Yəni Yəni burada 21'in yaranması üçün bildiyimiz kimi 3 və 7 lazımdır. 7'lerin sayı az olanı biz hesablayırıq. Yəni 3 nə qədər olsa da əgər 20'yi 1 yarada bilmirsə, 7 vasitəsilə 21 yarada bilmirsə, onun çox olmasının bir mənası yoxdur. Onu 3 və 7 hər ikisi olmalıdır bu formada. Növbəti məsələyə baxaq. Yenə də faktorial tipli məsələdir. Aha. Deməli burada bəs biz nə edirik? Deməli, baxın, bu m'i biz bu formada yazaq. M bərabərdir 70 faktorial plus 90 faktorial böl 12 üstü n'dir. Bunu belə yaza bilərik. 70 faktorial böl 12 üstü n plus 90 faktorial böl 12 üstü n. N'in ən böyük qiymətini tapmaq lazımdır. Baxın 70 faktorial əgər 12 üstü n'ə bölünərsə, yəni 70 faktorial 12 üstü n əgər tam bölünərsə, deməli həmin bu 90 faktorial da 12 üstü n'ə tam bölünər. Əgər biz bunu tapsaq, elə bu bizə bəs edir. Daha 90 faktorial 12 üstü n'i tapmaq lazım deyil. Nəyə görə? Məsələn, bir nümunə göstərim. Məsələn, 10 böl A plus 20 böl A. Əgər burada A 10'a tam bölünərsə, tutaq ki, A bərabərdir 10 olarsa, yəni burada A mütləq 10'a və 20'yə tam bölünməlidir də bu qaydaya əsasən. Yəni M-in daxildir N-ə, yəni M natural ədəddir, həmin bu qismət natural ədəd verməlidir. Əgər burada A 10 olarsa, bizə bəs edir də artıq A-nın 20'yə uyğun qiymətini tapmaq lazım deyil. Az olanını hesablayıb biz tapa bilərik. Bu formada. İndi bu qaydaya əsasən 70 faktorial böl 12 üstü n-i biz tapsaq, bu bizə kifayət edir. Və burada 70 faktorial böl 12 üstü n əvəzinə biz bərabər 70 faktorial böl 12'ni 2 üstü 2 vur 3 kimi, bu da 2 üstü 2 vur 3 üstü n kimi yaza bilərik. Və burada hər ikisinin gəlini hesablayaq. Həm 2 həm də 3'lerin sayını hesablayaq. 35 bölü 2. Aha. İndi bunları toplayaq. Deməli 2n kiçikdir 67'dən, n də kiçikdir 33'dən onda 5'dən.
Bu bizə məlum oldu. İndi 3-ə əsasən hesablayaq. Deməli 70 bölü 3 23 3 7 3'e 2 ve burada n de kiçikdir. Deməli 2 bərabərdir 32'dən. Buradan da bize məlum olan budur ki, deməli buradan məlumdur ki, az olanı biz götürürük. En kiçikdir bərabərdir 32. Deməli cavab burada eləyir 32. Cavab 32 edir. Növbəti məsələyə baxaq. ABC daxildir n olduqda t bərabərdir 3a plus 1. Bu da bərabərdir 5b plus 2. Bu da bərabərdir 7c minus 3 olarsa t'nin ən kiçik qiymətini tap. Burada biz nə edirik? Deməli, hamısının üzərinə elə bir ədəd əlavə etmək lazımdır ki, 3-ə, 5-ə və 7-yə yəni qalıqsız bölünsün. Biz nə edə bilərik? Buraya diqqət edirik. Bu tip məsələlərə aid ən mürəkkəb misallar, məsələlərdən biridir. Buraya baxın, diqqət edin. Buraya 2-yə əgər əlavə etsək, görürük ki, 3-ə tam bölünür, amma 5-ə tam bölünməz. Amma buraya ən məntiqli, məsələn, 3 əgər əlavə etsək, görürük ki, bu 5'e və 7'ye qalıqsız bölünür. Gəlin belə eləyək. T plus 3 bərabərdir 3a plus deməli 4. Bu da bərabərdir 5b plus 5. Bu da bərabərdir 7c. Deməli t plus 3 üzərinə indi elə bir ədəd əlavə etmək lazımdır ki, 5'ə və 7'yə qalıqsız bölünmə ödənsin və 3'ə qalıqsız bölünməni də biz burada yaradaq. 35 qalardı burada qeyd edək. Baxın, burada əgər k-nın yerində 1 qoysaq, 1 deməyək, gözləyin. Deməli bunu belə yazaq. Deməli məqsədimiz nədir indi burada? Məqsədimiz nədir? 3a plus 4 plus 35k gərək 3'ə tam bölünsün. Biz bunu daha sadə formada belə yaza bilərik. 3a plus 4 plus deməli 4 plus 33k plus 4'ü burada 3 yazaq plus 2 33k plus 2k plus 1. Yəni burada həmin bu 35k'nı biz parçaladıq. Yəni bu 3a plus 4 plus 35k'nı biz parçaladıq və burada görürük ki, bu hissə onsuz 3'ə tam bölünür. 2k plus 1 hissəsi 3'ə tam bölünməlidir. Əgər 1 yazsaq 3 eləyir, 3'ə tam bölünür. Deməli k burada bərabərdir 1. İndi k bərabərdir 1 qiymətini yerinə yazırıq. Burada bizdə nə alınır? Deməli yaranır t plus 35 plus 3 38 bərabərdir 3a plus 4 plus 35 eləyir 39. Bu da bərabərdir 5b plus 40. Bu da bərabərdir 7c plus demək 35. Ya əmələ gəldi ki, t plus 38 eyni zamanda 3'ə, 5'ə və 7'yə bölünür. 3'ə, 5'ə və 7'yə bölünür. Bu da bərabər olur 67. Deməli, bərabər olur
Eee, Bizdən nə istəyir bilən baxaq. T-nin ən kiçik qiymətini istəyir. Bu da eləyir deməli 105. T də buradan bərabər olur. 105 minus 38. Əkob 357, Əkob 105-dir və 105-dən də 38 çıxanda eləyir 67. Cavab bərabərdir 67-dir. T-nin qiyməti 67-dir burada. Belə bu formada məsələ həll olunur. Növbəti məsələyə baxaq. Baxın, yenə də oxşar tipli məsələdir. Biz nə edirik burada? Hər tərəfdən gəlin belə eləyək. Hər tərəfdən 1 çıxaq. Görürük ki, mən istəyərdim ki, elə bir ədəd əlavə edim və ya çıxım ki, həm 8-ə, həm 9-a, həm də 11-ə qalıqsız bölünmə əlaməti öyrənilsin. Belə bir dənə ədəd var, amma bunu tapmaq uzun vaxtımızı aparır. Ona görə də biz hər hansı bir qayda, bir düstur vasitəsilə elə bir ədəd əlavə etməliyik ki, bu 8-i, 9-u, 11-ə bölünmə əlaməti öyrənilsin, əqrəb vasitəsilə biz cavabı tapaq. Ona görə də biz bunun alternativ yolunu tapmalıyıq. 8x bərabərdir 9y bərabərdir 11z plus 7. İndi üzərinə elə A-1-in üzərinə elə bir ədəd əlavə etməliyəm ki, 8 və 9-da qalıqsız bölünmə əlaməti burada gözlənilsin. Gözlənilsin. Amma 11-ə bölünmə əlamətini də biz yaratmalıyıq. 8x plus 72k bərabərdir 9y plus 72k bərabərdir 11z plus 7 72k. Plus 7 var idi burada. 11z plus 7 plus 72k. İndi nə eləyək? İndi 11z plus 7 plus 72k. Gəlin belə yazaq. 11z plus 72k'nı bölək 2-dən hissəyə 66k deməli plus 6k plus 7. Baxın, bu hissə 11-ə tam bölünür onsuz da. İndi biz bu bir hissəyə baxmalıyıq. Bu hissənin 11-ə bölünməsini tapmalıyıq. Burada k-nın yerinə əgər biz 8 yazsaq, k bərabərdir 8 olsa, 48 plus 7 nə edir? 55. Bu zaman 11-ə tam qalıqsız bölünmə öyrənilir. Ona görə k bərabər 8 olar. K bərabərdir əgər 8 olarsa, A-nın ala biləcəyi ən kiçik qiymət. İndi biz nə etməliyik? K bərabər 8 qiymətini yerində yazırıq. K minus 1 plus 72 vur 8 ümumi formada yazıq. A plus 575 bərabər olur, deməli bərabər olur 8x plus 72-ni vuranda 8-ə eləyir 576. Bu da bərabərdir 9y plus 576. Bu da bərabərdir 11z 11z plus 7 plus 576. Bu da eləyir 583. Aha, bu deməli A plus 575 deməli nədir? 8-ə, 9-a və 11-ə qalıqsız bölünür. Əkob 8, 9, 11.
Akıb 8, 9 və 11 nə edir? 792. A da bərabər olur 792 minus 575. Bu da bərabərdir. Deməli, buradan da A da bərabərdir. Eləyir 217. Cavab eləyir 217. Növbəti məsələyə baxaq. Yenə də oxşar tipli məsələdir, amma bir qədər bu demək fərqlidir. Deməli, hə, burada isə artıq e, o biri məsələlər nisbətən sadə deyildi. Onlar da mürəkkəb idi, amma burada daha da mürəkkəbləşir. Nəyə görə? Ona görə ki, artıq burada orada ən azından ikisində ödənilirdi, amma burada artıq yalnız birində ödənilir, ikisində ödənilmir. Ona görə də yalnız 5-in ödənməsini buraya tətbiq eləyək. Gəlin eləyək f-2 bərabərdir 5a, bu da bərabərdir 7b plus 1, bu da bərabərdir 8k plus 4 yazaq. Belə. İndi f-2-nin üzərinə gəlirik biz 5x, bu da bərabərdir 5a plus 5x, 7b plus 1 plus 5x, 8k plus 4 plus 5x. X-in yerinə nə yazsaq burada, yəni 5-ə bölünməni burada saxlayırıq, digərlərə bölünməni burada yaratmalıyıq. İndi biz x-in yerində nə yazsaq bölənlər, x-in yerində əgər biz 4 yazsaq ödənilir. Buradan da yaranır f-2 plus 20 bərabər olur 5a plus 20, bu da bərabər olur 7b plus 21, bu da bərabərdir 8k plus 24. Deməli, f plus 18 əkub 5, 7 və 8-ə bərabər olur. F də bərabər olur. Əkub 5, 7, 8 800 deməli 5, 7, 8 nə edir? 200 deməli bizə nə istəyir? Gözləyin. Artıq burada ən kiçik qiymət yox, ən kiçik yox, ən 3 rəqəmli ədədin ən böyük 3 rəqəmli qiyməti istəyir. Ona görə burada artıq n də yazıram. Burada ən böyük 3 rəqəmli qiymət istəyir ona görə. Burada da eləyir 5, 7, 8-in əkubu 280-dir. 280 n-dən 18 çıxırıq. Burada da ən böyük biz n-in yerində deməli 3 yazsaq ən böyük yaranır. 280-i 3-ə vuranda 840-dan da 18 çıxanda 822 edir. Cavab edir burada 822 məsələ bu formada həll olundu. Sual nömrə 7-yə baxaq. Yenə də oxşar tipli məsələdir. Burada da yalnız birini biz təşkil edə bilərik. Qalanları artıq biz yaratmalıyıq. İndi məsələni həll edək. Nə edirik? Hər iki tərəfdən 2 çıxaq. 4a bərabər olur 5b minus 1-ə. Bu da bərabər 9c plus 3-ə. Yenə də 4-ə bölünməni ən azından saxlayaq. 4a plus 4x, 5b minus 1 plus 4x, bu da bərabərdir 9c plus 3 plus 4x. Beləmi? Bəli. İndi x-in yerində nə yazsaq bölənilir? X-in yerində əgər biz x-in yerində 1 yazsaq elə ödənilməlidir. X-in yerində 1 yazsaq 5-ə bölünmə gözləyin. Yox 4 yazanda aha x bərabər 4 yazanda öyrənilir. Deməli a minus 2 plus
16. Bu EKOB 4, 5 və 9. 4, 5, 9 A-nın ən kiçik qiymətini istəyir. Ona görə artıq N-i yazmaq lazım deyil. N-in yerində burada 1-dir. Buradan da A plus 14 bərabər olur. EKOB 4, 5, 9 da 180 minus 14. Bu da eləyir 166. Cavab eləyir 166. Növbəti məsələyə baxaq. AB daxildir N 12 vur A minus 29'un kvadratı bərabərdir B plus 3'ün kubu. Şərti ödənilərsə A plus B cəminin ən kiçik qiymətini tapın. Baxın, diqqət yetirək. 12 vur A minus 29'un kvadratı bərabərdir B plus 3'ün kubu. Deməli, sol tərəfdə də biz bir dənə kub yarada bilməliyik. 12'ni sadə vurğuların hasili şəklində göstərək. Burada da 12 bərabərdir 2'nin kvadratı bu 3'tür. Vur A minus 29'un kvadratıdır. Bu da bərabərdir B plus 3'ün kubu. Deməli, kub formasında göstərmək üçün A minus 29'un kvadratı nəyə bərabər olmalıdır? Kub formayı gətirə bilmək üçün aha. A minus 29'un kvadratı bir dənə 2 olmalıdır. Bir dənə də burada deməli 3 üstü 2'yə əgər yazsaq bu ödənilir. Bəli, ödənilirmi? 3 üstü 2 yazsaq ödənilir. Kub formasına gəlir, eləmi? Bu gəlir 2 vur 3'ün kubu. A minus 29'un kvadratı artıq bizə məlum oldu. 29'un kvadratı bizə məlum oldu. Belə. Amma gözləyin. Burada nəsə bir yanlışlıq gedir. Kvadratı. 2'ni biz deməli 2'ni burada biz gəlin 2 yox. 2 yazanda ödənilmir də. Gəlin 2 üstü 4 yazaq. Ya da 2 üstü deməli 2 üstü 4 yazaq ki, bu ödənilsin. Nəyə görə? Ona görə ki, A minus 29'un kvadratında burada 2 qala bilməzdir. Bu kvadratdır deyə burada tək 2 ola bilməz. 2'nin kvadratı olmalıdır. Ya da 2 üstü 4 olmalıdır. Qüvvəti cüt olmalıdır. 2 üstü 4 vur 3 üstü 2 yaza bilərik. Eləmi? Bəli. Bəli, belə yaza bilərik. Aha. Buradan da deməli A minus 29 nəyə bərabər olur? 2'nin kvadratı vur 3. Bu da bərabərdir 4 dəfə 3 12. A minus 29 deməli bir dəfə bərabər olur 17. A bərabərdir 17. Bir dəfə də A bərabərdir 12 plus 29 41 edir. 17 və 41. A plus B cəminin ən kiçik qiymətini istəyir. Deməli deməli 17 və 41'i tapdıq. Bəs B nə ola bilər? A 17 olanda B nə olur? A 17 olanda B nə olur? A 17 olanda 17 olanda A 17 olanda demək 12 vur. Elə bu 12'nin kvadratıdır. Elə deyilmi? Elədir də.
17-129, 41-129, 12'nin kvadratı. Deməli, 12'nin kubu bərabərdir elə b plus 3'ün kubu. Bundan da b plus 3 nəyə bərabərdir? 12. B də bərabərdir 9'a. B'nin 9 olduğunu tapdıq da. B onsuz da 9'dur sabit olaraq. B 9'dur. A plus B cəminin ən kiçik qiymətlər biri 9, bir dənə də A-nın da 17 qiymətini gəlin götürür. Az olan qiyməti. 17 plus 9 da toplayanda eləyir 26. Cavab eləyir 26. Növbəti məsələyə baxaq. A vur B bərabərdir 216. A bu AB bərabərdir 3 olarsa A plus B cəminin ən kiçik qiymətini tapın. A vur B 216'dırsa əgər A vur B 210. İndi Əbub AB-dən nəsə tapaq biz. Əbub AB əgər 3'dürsə A bərabərdir 3K, B də bərabərdir 3K 3M olsun. Və buradan da K və M qarşılıqlı sad olmalıdır. Onların əbubu bərabərdir 1 olmalıdır. 3K 3M indi nə eləyək? 3K onların hasili 3K vur 3M bərabərdir 216 olmalıdır. Buradan da K vur M bərabərdir 24 olur. Buradan da K və M-i indi təyin edək. K 1 olanda 24 olur, 3 olanda 8 olur. Eləmi? Bəli. 1 olanda və 24. Amma məsələn 2 12 biz götürə bilmərik və 4 6-nı götürə bilmərik. Yalnız 1 24 və 3 8-i götürə bilərik. İndi B-nin qiymətlərini tapaq. A 3 olanda deməli A deməli A 3 olanda, yəni K-nın 1 yazan. B də olur 72. Amma A bərabərdir 9 olanda B bərabər olur 24. Cəmin ən böyük qiyməti təbii ki, baxın budur. 3 və 72 qiyməti. Toplayanda eləyir 75. Cavab eləyir burada 70. Gözləyin. Ən kiçik qiyməti də istəyir bizdən. Bu 75 ən böyük qiymətdir. Ən kiçik qiymət ilə 9 və 24'ü toplayanda bu da eləyir 33 edir. Cavab 33 edir. İndi növbəti məsələyə baxaq. Baxın buraya. Deməli, Əbuba əsasən Əbub 6 olduğuna görə burada 6K-dır, burada 6M yazaq. Elədir? Bəli. Deməli, baxın 3A plus 2B böl B plus 3C bərabərdir 70 böl 112. Bunda biz ixtisar aparıq. Hər tərəfi deməli 14'e bölsək, buraya da 5, burada da 8 alınır. Şimdi 5 və 8 alınır və 5 və 8 əgər olarsa, baxın 5 və 8 olarsa bunlar qarşılıqlı sadə olarlar. 3A plus 2B ilə 8 plus B plus 3C'nin əbubu 1-ə bərabər olar. Amma bunların əbubu nədir? 6'dır. Ona görə də gəlin hər tərəfi 6'ya vuraq. Bura 24'də 30 yox. 6'da 8 48 edir. 48'də 30 edir. Əbubun 6 alınması üçün. 8 və 5 olanda əbub 1'dir. 6 alınması üçün 48 və 30 yazıram. İndi sistem tənliyi quraq. 3A plus 2B bərabərdir 30
B plus 3C bərabərdir 48. A plus B plus C cəmini istəyir. Alt-alta toplayaq. 3A plus 3B plus 3C bərabərdir 78. A plus B plus C də buradan bərabər olur. 26. Cavab eləyir 26. Bu formada məsələ həll olunur. Növbəti məsələyə baxaq. Aha. Bu məsələ ulduzlu məsələdir. Bu məsələni işləyirəm, mütləq diqqətli olun. Diqqətlə baxın, aydın olar. Baxın. AB-nin kvadratı AB, yəni burada ədəddir. Baxın, AB və BA bunlar ədədlərdir. AB-nin kvadratı minus BA-nın kvadratı. Bu nəyə bərabərdir? Deməli, AB minus BA vur AB plus BA. Yəni AB-nin A kvadrat minus B kvadrat bərabərdir A minus B vur A plus B. Bərabərdir 396-nı da daha sadə formaya gətir. 396 vur A minus B-yə. Deməli, burada da deməli alınır. Baxın. 11A plus B 11A plus B'dir bu. Minus 10B yok 11A yoktu. 10A plus B minus 10B minus A. Bu da eləyir 9 vur A minus B. Vurulsun 11 vur A plus B. Yəni 10A plus B plus 10B plus A. 11 vur A plus B. Bərabər olur 396 vur A minus B-yə. İxtisarları aparaq, hər tərəfi 99-a ixtisar etsə A minus B vur A plus B bərabər olar 4 vur A minus B-yə. A minus B vur A plus B minus 4 vur A minus deməli baxın. 4 vur A minus B bərabərdir nəyə? Bərabərdir 0-a. Buradan da A minus B vur A plus B minus 4 bərabərdir 0 olur. Burada 2 dənə hal alınır. Deməli, baxın, bir dənə xatırlatma edim mən sizə. Baxın, burada sonda baxın bu alındı. A minus B vur A plus B minus 4 bərabərdir 0-a. Bizdən də nə istəyir? Neçə fərqli AB ədədi var? AB ədəddir. Neçə fərqli AB ədədi var? Bizdən bunu istəyir. Bir dənə xatırlatma edim mən sizə. Bu tənlik ilə bağlı. Bir dənə oxşar tənlik həll edək. Tutaq ki, x kvadratı minus 4x bərabər 0-a, x vur x minus 4 bərabər 0-a. Burada bir dəfə x bərabərdir 0 alınır. X bərabər 0 tənliyin kökləri. Bir dənə də x bərabərdir 4-dür. Bu xatırlatmanı etdim biləsizdə, yəni. 2-dən kök alınır. Bir dəfə x-in 0 alınır, bir dənə də bunun da 0 alınır baxaraq. Yəni tənliyin köklərini tapmaq üçün bir dəfə A minus B-ni 0-a bərabər edirik, bir dəfə də A plus B minus 4-ü 0-a bərabər edirik. Və burada da x vur x minus 4 bərabər 0-da da bir dəfə x 0-a bərabər edirik, bir dəfə də x bərabər 4-ü 0-a bərabər edirik.
Aha, aha. Davam edək. Deməli, bunu bildikdə, yəni, baxın, bunu öz yadımızda saxlayıb buna uyğun həll edək. İndi burada 2 dənə deməli hal var. Birinci hal belədir ki, deməli A minus B bərabərdir 0-a. Deməli A bərabərdir B-yə. Belə olduğu halda A bərabərdir B halında AB nəyə bərabər olar? 11, 22, 33, 44, 55, 2 rəqəmlidir də. 66, 77, 88, 99. Fərqli qiymətlərin sayı burada 9-dur. İkinci hal isə A plus B minus 4 bərabərdir 0-a, A plus B bərabərdir 4-ə. Burada isə A plus B bir dəfə 1, 3, bir dəfə də 3, 1 ala bilər. Burada isə fərqli qiymət sayı isə 2 dənə fərqli qiymət ala bilir. 2 və 9-dan fərqli neçə fərqli AB ədədi vardır? 2 plus 9 bərabərdir 11. Cavab burada eləyir 11. Və beləliklə bu hissənin də sonuna gəldik. 11 dənə misalın həllinə baxdıq. Qeydləri aparın. Misal izahlarını mütləq qeyd dəftərinizə qeyd edin. Məsələn, qaranlıq qalan məqamlar qaldısa, bunları mütləq qeyd dəftərinizə qeyd edin. Mütləq bu misallar sırf miq səviyyəli, natural ədədlərə aid olan misallardır. Bu misalları mütləq öyrənin və bilmədiyiniz məqamlarda, yeni öyrəndiyiniz məqamlarda mütləq qayda dəftərinizə qeyd edin. Beləliklə dərsimiz bu qədər. Nəsə qaranlıq məqam qalsa, bunu mütləq və mütləq şərhlərdə qeyd edin. Məmnuniyyətlə cavablandıraram. Dərsimiz bu qədər. Sağ olun, salamat qalın.